İmam Zaman əleyhissalamın zuhrunda İmam Zaman ağaya kömək edəcək, ağanın yardımçılarından, əshabından, əskərlərindən olacaq şəxslərdən biri də tanınmış şəxs Malik Əştərdir. Allahın rəhməti olsun ona. Ruhu şad olsun. Bu əziz cümə gündə onun ruhu bizə duaçı olsun. Çox böyük bir şəxsiyyətdir. Yenə də əvvəldə bunu deyim. İmam Zaman ağanın əskərlərinin arasında dünyasını dəyişən insanlar da olacaq ki, Allah Taala onları öz qüdrəti, gücü, möcüzə ilə qəbirlərindən qaldırıb, yenidən dirildəcək və onlar İmam Zaman ağaya kömək edəcəklər. Bəli, bu öz sözüm deyil, xurafat deyil, bizim dini mənbələrimizə əsasən və Qur'an-ı Kərimdən də Allah Taala'nın kitabından da bununla bağlı bizim dəlillərimiz var. Rəcət, qayıdış adlanan bir əqidə var. Əhl-i Beyt imamlarımız bizə buyurublar, bizim əqidəmiz budur. Ölən insanları Allah Taala qaytarır. Quran-ı Kərimdə də bununla bağlı hətta bir peyğəmbər var. Bilirsiniz Bəqərə surəsində öləndən sonra 100 il sonra Allah Taala onu nədir? Diriltdi. Mömin olan insan daha sual verməz. Nə danışırsan? Bu xurafatdır və ilaxır. Mövhumatdır. İmam Zaman ağanın əskərlərinin arasında keçmişdə olan ümmətlərdən hətta Musa peyğəmbərin canişini Yuşa ibn Nun qayıdacaq. Musa peyğəmbərin canişinidir. Əshab-ı Kəhf Quran-ı Kərim bizə deyir, mağara əhli onlar da qayıdacaq. O cümlədən qayıdan şəxslərin arasında İmam Zaman ağanın yardım edənlərin arasında biri də Malik Əştərdir. Kimdir Malik Əştər? Malik ibn Haris, adı Malikdir, atası Harisdir. Məşhurdur Əştər ləqəbi ilə. Niyə? Çünki İslam yolunda müharibələrin birində onun başından yaxud da gözündən ki zərbə dəydi, bir çapıq əmələ gəldi, Əştər o mənadadır. Ona görə ona Əştər dedilər. Amma ad deyil bu. Məntəqənin də adı deyil. Əslən Əştər adlanan bir yer yoxdur. Bəziləri çaşırlar. Özü qeyrətli Yəmən xalqındandır. Yəməndəndir. Və Məzhəc qəbiləsinin Nəxədəndir. Bəzən deyirlər Malik ibn Əştər Nəxəyi qolundandır. Peyğəmbər onu tərifləyib. Allahın salamı olsun ona və əhl-i beytinə. Və İmam Əli əleyhissalam da onun haqqında çox böyük bir tərbiyəli, əxlaqlı və alicənab olduğu haqqında kəlmələr deyib ki, inşallah onları qardaşların diqqətinə çatdıracağam. Bəzi tarixlərə əsasən Malikin öz bir oğlu da, adı da qeyd olunub İshaq ibn Malik Əştər, Kərbəla qəhrəmanlarındandır. İmam Hüseyn əleyhissalamla bir yerdə şəhid olub. Malikin övladlarından biri. Bəzi məqtəllərə əsasən. Çox pak nəsildən olub. Peyğəmbəri görməyib əleyhissalam. Peyğəmbəri görməyib. Düzdür, Peyğəmbərin dövründə dünyaya gəlib. Amma Peyğəmbəri görməyib. Ona görə ona sahabə yox, tabein deyiblər. Müsəlman olması haqqında da bu var ki, Həzrəti Əli əleyhissalamı Peyğəmbər Yəmənə göndərdi, Yəmən xalqını İslama dəvət eləsin. Oradakı İmam Əli əleyhissalam onları İslama dəvət elədi. Yəmənlilər müsəlman oldular. Onların arasında da kimdir? Malik Əştərdir. O vaxtdan İmam Əli ilə məhəbbəti yaranıb, İmam Əlinin eşqi qəlbində olub və sona qədər də İmam Əlinin arxasında olub, bu yolda da şəhadətə çatıb. Allah onun ruhunu şad eləsin. Malik elə bir şəxsdir ki, Peyğəmbəri görməyib əleyhissalam, Peyğəmbər də onu görməyib. Amma Peyğəmbər onu tərifləyib və onun imanına salih bəndə olduğuna şəhadət verib. Sən kişiyə bax, şəxsiyyətə bax, imana bax. Bu adamı Peyğəmbər tərifləyib üzün görmədən onun mömin olduğunu, həqiqi iman sahibi olduğunu deyib. Hadisə necədir? Peyğəmbər sahabəsi Əbazər, Allah ona rəhmət eləsin. Əbazər Osmana və Muaviyyəyə etiraz edirdi. Hakimiyyətdə olan rüşvətə, korrupsiyaya, xalqın malını, beytulmalı, büdcəni yiyib dağıdırdılar, bu da etiraz edirdi. Sürgünə göndərdilər. Haraya? Rəbəzəyə. Əbazər orada həyat yoldaşı ilə 2 nəfər tək çöllük, səhra yaşayır. Bir gündə Əbazər ölüm yatağına düşdü. Dedi ki, mənim ölüm vaxtımdır. Arvad dedi, nə danışsan xanımı? Deyir, mən ölürəm. Mən sənə qeybdən xəbər verim. Mən deyirəm, sənə xəbər verirəm. Mən dünyamı dəyişəcəyəm. Dedi, hardan bilirsən? Deyir, çünki mən Peyğəmbərlə bir gün əyləşmişdik. Peyğəmbər orada əyləşən bir neçə sahabəsi, mən də onların arasındaydım. Baxdı bizə, dedi ki, sizlərdən biri sürgündə tək dünyasını dəyişəcək. O adamların hamısı dünyasını dəyişib, həyatda yoxdur, bizə mən qalmışam. Arvadı həyat yoldaşı ağladı. Dedi, bəs mən səni burada necə dəfn edəcəyəm? Bir kişi yox, necə qüsl verib kəfənə bükəcəyəm? Dedi, narahat olma. Dur ayağa, evdə olan qoyunlardan birini kəs, yemək bişir. Yeməyə hazır oldu, çıx qal yolun kənarında. Oradan insanlar keçəcək. Həmin vaxtı bir neçə kişini görəcəksən. Həmin vaxtı keçənlərdən deyərsən ki, ey Allahın bəndələri, Peyğəmbər sahabəsi Əbazər dünyasını dəyişib,
Gəlin onun quslun verin, kəfənə bükün, namazın qılın, dəfn eləyin. Belə də oldu. Xanımı Əbazər dünyasını dəyişəndən sonra üstünü örtdü, üzü qiblə çıxdı, yolda qaldı, gördü bir neçə atlı gəlir. Onların arasında biri kimdir? Malikəşlərdir. Malikəşlər də orada. Peyğəmbər sahabəsi Əbazər dünyasını dəyişib. Sevindilər. Bir yandan da gözlərindən yaş gəldi. Dedilər, inna lillah və inna ileyhi raciun. Xeyməyə daxil oldular. Əbazərin mübarək bədənini çıxartdılar. Kəfənin pulun kim versin, kəfəni tapsınlar, gətirsinlər, aralarında ixtilaf oldu. Peyğəmbər sahabəsi, bu dedi, mən verəcəyim, o dedi, mənim pulumdan olmalıdır. Nəhayət qəbul edilər ki, hamımızın pulu kəfəndə şərik olsun. Qusul verdilər, kəfənə bükdülər, namazı malikəşlər qıldı. Başı üstə qaldı, dua elədi, uzun duadır. Allah'a şikayət elədi ki, Peyğəmbər sahabəsini haqqı dediyinə görə sürgünə göndərənlərdən Allah sən özün intiqam al. İndi həmin vaxtı ki, xanımı ağlayırdı, deyirdi, səni kim burada bastıracaq? Əbazər dedi, yoldan keçən kişilər gələcəklər, Peyğəmbər mənə xəbər verib ki, bir dəstə ümmətimdən salih və imanlı, təmiz insanlar mənim quslumu, kəfənimi, dəfnimi onlar yerinə yetirəcəklər. Malikəşlərin özün haqqında Peyğəmbər hələ Əbazərin ölümündən xəbər verəndə ki, onu bastıran kim olacaq? Salih və imanlı bir bəndə olacaq. Əhl-i Sünnə alimi İbn Əbil Hədid deyir ki, Peyğəmbər bu kişinin imanlı olmağı haqqında şəhadət verib. Bu ona bəsdir. Əbazəri bastıran salih bir kişi olacaq. Malikəşlərin özü həm də çox əxlaqlı adam olub. Bəzi namaz qılanlar var, dindarlar var. Namazı, orucu, saqqalı, darağı, üzüyü, hər şey, köynəyini, varatniki deyrindədir. Amma bəzi söhbətin əxlaqı yox deyirsən. Ya ağzından söyüş çıxar, ya kobudluq eləyər, hərəkətin bilməz. Malikəşlər belə deyildi, səbirli idi. Qardaşlarım, İmam Zaman əskəri olmaq üçün gərək əxlaqlı olasan. Malikəşlər Həzrəti Əli əleyhissalamın bizim bugünkü dinləndisi müdafiə naziri olub. Ordunun baş komandanı Malikəşlər idi. Hadisə məşhurdur, bazardan keçirdi. Cavanlar yığışmışdılar, tanımadılar. Şəkli yox, sosial şəbəkə yox, bilmədilər bu Malikdir, qəhrəmandır. Qabağında pəhləvanlar diz çöküblər. Xurmanı yedi və xurmanın tumu yanındaşları güldürsün deyə atdı Malikə. Malikin yanağından dəydi. Təhqir elədi, alçaltdı. Bizlə biri belə eləsə neyniyərik? Allah bilər. Nə günə qoyar olanı? Ən aşağısı cavabını verərik, təhqir eləyərik. Malik düz keçdi. Yanındakılar bazarda tanıdılar ki, bilsən kimdir? Bu Malikəşlərdir ya. Bu qəhrəman, pəhləvan, İmam Əlinin ordu baş komandanıdır. Qorxdu ki, bəzi vəzifəlilər ki, məni cəzalandıracaq. İndi gələcək birazdan öz ordusu ilə, polisləri ilə qolğu silib aparacaq məni. Bir məmura bir söz demək olmur ki, sosial şəbəkədə yazanı indi aparıb içəriyə salırlar. Təhqir olsun, olmasın. Etiraz eləyəni də, təhqir eləyəni də. Fərq qoymaq lazımdır təhqiri də. Qaçdı, hara getdi Malik? O küçə, bu küçə, gəldi məscidə. Gördü, namaz qılır. Namazını qıldı, qutardı. Bağışla məni. Malik dedi ki, mən gəldim elə məscidə gedim. 2 rükət namaz qıldım. Sən üçün dua elədim, Allah sən bağışlasın. Əxlaqa bax. Həm də əxlaqlı adam idi Malik. Ruhu şad olsun. Malikəşlər həm də bəsirətli idi. Bəsirətli idi. Bizim bəzi möminlərimiz namaz qılır, oruç tutur. Neçə ildir namaz qılır, hələ də haqla batili, oğru ilə doğrunu ayıra bilmir. Həzrəti Əli əleyhissalamla döyüşlərdə iştirak elədi. Siffin döyüşündə bir anda Muaviyə məğlub olanda əmr verdi ki, orduda nə qədər Quranlar var, hamısını yığın, nizəyə taxın, qaldırın, deyin, Quran bizim aramızda hökm eləsin. Qələbənin astanasındaydılar. Muaviyənin xeyməsinə çatmışdı. Tarixdə var, Malikəşlər Muaviyənin xeyməsini mühasirəyə almışdı, orada döyüş gedirdi. Avam, sadə löf, möminlər qılıncını qoydular qınına. Dedilər, biz Quranla döyüşmürük. Malikəşlər dedi, neyinirsiniz? Bu Quran bəhanədir. Malikəşlər çox bunları istədi ayatsın. Bunlara bir sual verdi. Deyir, neçə aydır biz burada vuruşuruq. İndiyə qədər öldürdüklərinizin hökmü nədir? İndi ki sən dayanmırsan, bu qədər insan öldürmüsən. Ya haqq öldürmüsən, ya batıl öldürmüsən. Haqq öldürmüsən, axıra qədər get. Batıl öldürmüsən, əvvəldən sənin döyüşün səhv olub. Sən haradasan, mömin ayıl. Deyirlər, yox, qoymarıq. Döyüşü dayandır. Dedim, mənə vaxt verin, 2 dəvənin üzr istəyirəm. Malikin sözüdür. 2 dəvəni sağmaq qədər mənə vaxt verin, döyüş bitir. Dedilər, nə bitir? Qoymarıq səni. Yazıq Malikin özü. Qayıtmaq istəmirdi, yaralanmışdı. Qılıncı dayadılar İmam Əliyə. İmam Əli qaldı 2 şeyin arasında. Öz əskərlərindən qan töksün, öldürsün. Yoxsa məcbur olsun, saziq müzakirə aparsın, sülh eləsin. İmam Əli məcbur oldu, döyüş dayandı. Bəsirətli idi, ardına qulaq as. Öz imamını eşidən idi. Kim imamını eşitməsə o imam zamanı nə əskər olar? Düzdür yox?
Ölüb dünyasını dəyişib də. Allah Taala onu niyə qaytaracaq İmam Zaman ağanın zuhurunda? Çünki imamını eşidirdi. İmamının sözünə tabe idi. Bundan qabaq danışdıq Salman barəsində. Salmanı İmam Sadiq əleyhissalam tərifləyəndə nə dedi? Ona görə biz onu tərifləyirik. Onun qabağına bir iş çıxanda öz fikri, öz nəzəri imamın fikri ilə üst-üstə düşməyəndə imam deyir sağa, bu deyir sola. Hansını eləyərdi? İmam deyən eləyərdi. Qərardadı yazdılar. Dedilər imzaladı, mən imzalamaram. Nə qədər ki ağam Əli əleyhissalam icazə verməsə mən Muaviyə ilə olan müzakirəyə imza atmaram. Əgər Əmir əl-Mömin əmr etsə razı olaram. O hara daxil olsa mən də ora daxil olaram. O hardan xaric olsa mən də oradan xaric olaram. Çünki o düzgünlüyə hidayət eləyir. Doğru yola insanlara hidayət eləyir. İmam Əliyə xəbər verdilər ki, Malikəşlər düzgün iş görmür. İmam Əli deyir ki, belə deməyin onun haqqında. O məni gözləyir, mənim razılığım gözləyir. O gözləyir ki, görək İmam Əli deyir, belə deyil. Mən nə desəm, Malik də onu eləyəcək. Əgər görsə, mən razıyam, o da razı olacaq. Mənim imamım deməyibsə, mən niyə qabağa keçirəm imamdan? Bu qədər Malik qeyrətli, şücaətli, bəsirətli və imamın sözünə tabe olan bir şəxs idi. Malik o qədər İmam Əli əleyhissalam üçün mühüm olub ki, İmam Əli əleyhissalam onun haqqında buyurur ki, Malikin mənə olan nisbəti mənim Peyğəmbər olan nisbətimdir. Sözə baxay. Peyğəmbər Həzrət əleyhissalama nə qədər hansı gözlə baxırdı? İmam Əli Peyğəmbər üçün nə əhəmiyyəti var idi? Malikin də İmam Əli üçün o əhəmiyyəti var idi. Ona görə Həzrət Əli əleyhissalam Malikin özünə məktub ki verir, onu Misrə vali göndərir, orada onu tərifləyir ki, sən o kəslərdənsən ki, sənin vasitənlə dinin qorunmasında, düşmənlərin kökünün kəsilməsində, düşmənin nüfuzunun qarşısının alınmasında mən səndən kömək alıram və sən mənim arxamsan. Mən sənin vasitənlə bu işləri görürəm. Sonra da İmam Əli əleyhissalam bir gün gördü ki, Maliki danlayırlar həmin o döyüşdə ki, niyə sən müharibəni davam elətdirmək istəyirsən? İmam Əli əleyhissalam o qədər məcbur oldu, üzün tutdu dedi ki, ey cəmaət, kaş sizin aranızda Malik kimi 2 dənə əskərim olaydı. Sonra buyurdu ki, bəlkə elə bir dənə olaydı. Bir Malik olaydı. İmam Əli əleyhissalam onu çox tərifləyib. Onu Misrə vali göndərdi. Misrə onu vali göndərəndə ona bir məktub yazıb. Həzrət əleyhissalamın Maliki Misrə icra başçısı göndərəndə yazdığı məktub indi BMT-də, Birləşmiş Millətlər Təşkilatında müxtəlif dillərə tərcümə olunub, BMT-nin də binasında vurulub. 14 əsr bundan qabaq İmam Əli şəhəri, ölkəni idarə edən rəhbərin xüsusiyyətləri nədir bir-bir sayıb. Yaltaqlara qədər deyib. Yaltaqları yanında saxlama. Rəhbər adətən xoşdur, onu tərifləsin, qoltuğuna versin. Yalan, düz hamısı. Deyir Malik, yaltaqları yanında saxlama. O məktubda Malikin özünə də nəsihət edib, xalqa da nəsihət edib. Həmin məktubdan bir neçə hissəni İmam əleyhissalam Malik haqqında görür nədir? Misir cəmaatına İmam buyurur ki, mən Allah bəndələrindən birini sizə tərəf göndərmişəm. Onun belə xüsusiyyətləri var. Vəhşət günündə o yatmır. Rəhbərlərə yatmasın. Vəhşət günlərində o yatmır. Qorxun anlarda düşməndən üz döndərmir. Pis əməl sahiblərinə qarşı o bir odun şöləsidir. O Malik Haris oğlu məzhəcidir. Harda haqq olsa sözünə qulaq asın. Ondan itaat edin. O cümləyə bax. Allahın aslanı kimdir? Zülfüqar qılıncın sahibi kimdir? Görün bu şəxs nədir? Malik Allahın qılınclarından biridir. Onun elə bir qılıncdır ki, onun itiliyi küt olmaz. Onun zərbəsi əsərsiz olmaz. Vurdu zərbəni, kəsir. Bu qədər mərd və qeyrətlidir. Əgər sizə əmr etsə köç edin, köç edin. Əgər sizə desə qalın, qalın. O hücum çəkməkdə, geriyə əyləşməkdə, həmlə etməkdə mənim əmrimdən heç vaxt kənara çıxmır. Ey cəmaat, cümləyə bax. Mən sizi özümə üstün qərar verdim, onu sizə göndərdim. Elə bir şəxsdir ki, o mənim yanımda olmalıdır. İmam Əli Misir cəmaatına sanki minnət qoyur ki, mən sizi özümə üstün elədim ki, o şəxsi sizə göndərdim. Haqq, ədalət oydu ki, İmam Əlinin yanında qalaydı. Amma sizin nəsə bir əhəmiyyətiniz var idi ki, Misirin özünün xüsusi əhəmiyyəti olub, Muaviyə doğru əl atmaq istəyirdi. Onu sizə tərəf göndərdim. Çünki o sizin xeyirxahlığınızdır, çox möhkəm adamdır, düşmənlərin qabağında çox möhkəmdir. Malik yolda gedəndə başına iş gəldi. Muaviyə satqınları rüşvətlə əl aldı. Adını müsəlman qoyanlar pul aldılar, rüşvət aldılar. Biri vardı orada, ona dedi ki, səndən vergini götürürəm. Ged Malikin yanına onu zəhərlə. Bala zəhər qatdı. Ərəblərdə də ki, yoldan keçənə, müsafirə yaxınlaşsın, əgər desin ki, gəl sənə qonağım ol. Qonağın, Ərbəyində olmuşsunuz da Kərbalada.
ədəbsizlik qəbul edir. Heç olmasa dön bir şey, yəni xurmadan götür. Malik də kişilik, mərdlik, ərəbin, İslamın qayda qanunu yatıləsində döndü onun qonağı oldu. Ona baldan şərbət verdi, amma içinə zəhər qatmışdı. Malik o zəhərdən zəhərləndi. 3 gün qalmışdı çatsın Qahirəyə. Orada şəhid oldu. İndi də Misirdə, həmin o məntəqədə Zərqan adlanan bir yerdə onun qəbri yerləşir. Malikin qəbri. Və orada bastırıldı. İmam Əli İslam'a xəbər verdilər Malikin ölümün. İmam Əli İslam göz yaşı tökdü. Həzrət Əli onun üçün ağladı. Və onun üçün dua elədi. Dedi, ilahi, baxın İmam Əlinin duasına var. O bir halda ölümlə görüşdü ki, biz ondan razı idik. Həzrət Əli deyir, mən ondan razı idim. Əhl-i Sünnə alimi deyir ki, Malikin məqamına bax, İmam Əlinin bu duası onun behişdə getməyinə kifayətdir. İmam Əli onun ölüm xəbərində deyir ki, o ölümə bir halda sorağına getdi ki, biz ondan razı idik. Allah Taala ona öz razılığını nəsib eləsin. Və çox təəssüf elədi. Ağladı, göz yaşı tökdü və buyurdu. Allah Taala Malikə çox xeyir bərəkətlər vermişdi. Malik nə Malik? Əgər dağ idisə əzəmətli idi. Əgər daş idisə möhkəm idi. Bəzi yerdə var ki, hətta anası ilə bağlı ki, Malik kimi analar gərək gəlsin ki, onu dünyaya gətirsin. Malik belə bir şəxs idi. Malikin özünün haqqında çox danışmaq olar. Malik Həzrət İslamı çox sevirdi. Qeyrətli idi. İmam Əlinin şəxsi cangüdəni idi. İmam Əlini tək buraxmırdı. Döyüşlərdə belə ən ağır vəziyyətlərdə dedi İmam, sənin yanından tərəfənən deyiləm. İmam Əli əmr verməsəydi, kənara getmirdi. İmam Əli deməsəydi, kənara çəkilmirdi. Bu qədər İmam Əli İslamın özünə görə çox narahat idi. Düşmənləri də onun haqqında etiraf ediblər. Muaviyyəyə xəbər verdilər. Malik şəhid oldu. Muaviyyə Şamda bayram elədi. Cəmaatı küçələrə çıxartdı. Neçə gün bayram elədi. Və cəmaata dedi ki, daha bilin, bundan sonra müharibə olmayacaq. Olsa da Əli sizə qələbə çala bilməyəcək əleyhissalam. Həzrət Əlinin, mən Həzrət deyirəm, Muaviyyə dedi, 2 qanadı vardı. Birini Siffeyində Əmmar idi, qırıldı. Biri də Malik idi, o da indi ölüm xəbəri gəldi. Daha narahat olmayın. Əli İslam 2 qanadı qırıldı. Muaviyyənin etirafıdır. Allahın lənəti olsun Əhl-i Beyt düşmənlərinə. Sonda İmam Sadiq əleyhissalamdan, Əhl-i Beyt imamlarımızdan nəql olunan hədisi inşallah diqqətinizə çatdırıram ki, imamın özü həmin zuhur vaxtı da Malikin öz gələcəyi ilə bağlı xəbəri bizə belə verib. Hədislərə əsasən İmam Zaman ağa zuhur eləyəndən sonra Kəbə evinin arxa hissəsindən İmam Sadiqdən müfəzzəl nəql eləyir. Bir neçə nəfər keçmiş ümmətdə olan insanları dirildəcək Allah Taala qaytaracaq. Onlar kimlərdir? Musa peyğəmbərin qövmündən, Əshab-ı Kəhf, mağara əhli və o cümlədən də o adamlardan biri Malik Əşdərdir. Bir anda insanlar görəcək Kəbə evinin kənarından, qüdrətə bax, harda dəfn olunub? Misirdə. Amma qayıdışı hardan olacaq? Kəbə evinin arxasından İmam Sadiq əleyhissalam buyurur ki, öləndən sonra dirilən insanlardan biri də Malik Əşdər olacaq, qayıdacaq İmam Zaman ağanın yanında ondan bir yerdə zalimlara qarşı yer üzərində ədalətli hakimiyyətin qurulmağında iştirak edəcək. Həqiqətən ləyaqəti var. Layiqdir belə şəxsin olsun, qayıtsın bu dünyaya. İmam Əli əleyhissalam ona Allahın qılıncı deyirsə, belə bir şəxs qayıdacaq, İmam Zaman ağanın köməkçilərindən olacaq.